Bugünkü dərsimizdə biz keçən dərsdə qeyd eləmişdik, ölüm haqqında danışdıq ki, bizim psixoloji sağlamlığımıza uşaqlıqdan təsir qoyur. Boşanma məsələlərinə diqqət elədim ki, bizim psixoloji sağlamlığımıza təsir qoyur. Bugün də diqqət eləyirik xəstəliklərə. Baxın, ailədəki birinin e, sağlamlıq vəziyyətinin pozulması ailəni bir çox cəhətdən, ən çox da emosional baxımdan təsir altında saxlayır. Xüsusilə də atadan, anadan birinin xəstə olması bizi uşaq vaxtı narahat eləyir. Bizim sevincimizi əlimizdən alır. Bizi hüzursuz eləyir, nigaran eləyir. Zehnimizə müxtəlif cür qorxular və fikirlər gələ bilir. Özümüzü pis hiss eləyirik. Burada həm ata-anaya qarşı yazığı gəlmə istəyi də var. Doğmamızda axı yazığımız gəlir, nigaranıq onun üçün. Həm ata-ananı itirmək qorxusu var. Həm ata-ananın sağalmayacağı, bədəninin bir hissəsindən məhrum olacağı qorxusu da ola bilər. Baxır, xəstəlik yaxud hansısa bir hadisə nə qədər zərbə vura bilər, ona aiddir. Məsələn, biri avariyaya düşübsə, Allah eləməmiş yol nəqliyyat hadisəsində əzilibsə, yaxud biri həqiqətən başqa bir xəstəlikdədirsə, birinin gözünü itirə bilərsə, birinin ayağı itirə bilərsə, biri ümumiyyətlə həyatını itirə bilərsə. Uşaqlıqda bunlar bizə bir qorxular gətirir. Həm yazığı gəlmək, həm qorxular. Başqa bir cəhətdən bizim burada özümüzü aciz hiss eləməyimiz, günahkar hiss eləməyimiz olur. Mən heç nə eləyə bilmirəm. Əlimdən çox sevdiyim bir şey gedir və mən heç bir şey eləyə bilmirəm ona. Heç kömək eləyə bilmirəm. Bu da təsir qoyur bizim ruhiyyəmizdə. Bəzən həmin xəstə olan şəxsin bizə diqqətsiz olması, indi yaş həddinə görədir də, məsələ, dərki qavrayışımız ona görədir. Həmin şəxsin bizə diqqətsiz olması, lazımi məhəbbəti, diqqəti ayıra bilməməsi, burada da özümüzü günahkar hiss eləyə bilirik, dəyərsiz hiss eləyə bilirik. Bəzən xəstəliyi qavraya bilmirik. Bəzən həmin şəxsin bizim həyatımızda tutduğu yer də önəmlidir. Nə qədər mövqe tutub həyatımızda, nə qədər yer tutub həyatımızda, nə qədər boşluq yaratdı mənim üçün, nə qədər tənhayam, nə qədər duyğularım yetimdir, nə qədər köməksizəm. Bax, bunlar da mənə uşaq vaxtı təsir qoyur. Uşaq burada kömək almalıdır. Valideynlərinin birinin tərəfindən mi deyim, yaxud ən yaxınlarından birinin tərəfindən mi deyim, yaxud doktor tərəfindən mi deyim, bilgi verilməlidir yaşına uyğun olaraq. Xəstə olan şəxsin sağalması üçün çalışıldığını ümid verilməlidir, uşağa başa salınmalıdır. Yenə də deyirəm, yaşına uyğun olaraq fərqli olur. Və həmçinin bunu da bildirilməlidir ki, xəstənin sağalması üçün nə etmək olar? Məsələn, söz eləməməkmi, başqa şeylərmi? Bax, bu cür. Uşağa burada bir rol da vermək olar xəstənin sağalması üçün. Məsələn, anaya bir gül gətirib dərib verərsən, yaxud ananı biraz nazlayarsanmı, yaxud anaya gülümsəyərsənmi, sən ağlama, ana yaxşı olar və s. məsələlər. Əlbəttə, bəzən duyğuların qabağını kəsməmək də lazımdır da öz yerində. Uşaq orada da özünü məcbur hiss elətdirməməlidir, duyğularını qapamamalıdır, dərində həbs eləməməlidir, bu uşağa olmaz. Biz normal vəziyyətdən danışırıq və normal vəziyyətə gətirməkdən danışırıq, uşağa görə, şəraitə görə müxtəlifdir. Bunu artıq psixoloq gəlib sizə deyir ki, hansı uşaqla necə və hansı xəstəliklə, hansı şəraitlə necə rəftarlamaq lazımdır. Ümumi məlumat verəcəm. Əgər sağalmaq ümidi yoxdursa, bunu uşağın yaşına uyğun olaraq, qavrayış həddinə uyğun olaraq
doğru şəkildə, uyğun bir dildə, münasib bir dildə açıqlamaq lazımdır. Uşağı nəticəyə hazırlamaq lazımdır. Amma yaşına uyğun olaraq bəzilərinə bunu deyə bilmirik. Bəziləri üçün zaman qazanırıq. Baxın, bu bir məsələdir. Bəzən biz özümüz xəstə oluruq. Xəstə olan uşağa ata-ananın qayğısı və davranışları dəyişir. Bəzən uşağın bütün istəklərini yerinə yetirmək istəyirlər. Bizim bütün istəklərimizi yerinə yetirmək istəyirlər. Burada uşaq özünü daha çox xəstə hiss edə bilər. Daha çox yazıq, daha çox acınacaqlı vəziyyətdə hiss edə bilər. Burada onun sağalmasına da təsir göstərə bilər. Mənfi ya müsbət. Müsbət də bəzi cəhətlərə görə deyirəm, müsbət şəraitinə görə. Bəzən uşaq bunu özünün xeyrinə, özünün lehinə və sizin əleyhinizə də dəyişə bilər, xarakterində də təsir qoyar. Yəni, özünü türklər demişkən şımarmış kimi, yəni şitənmiş kimi də qeyd edə bilər. Bunu özündə yarada bilər. Bəzi anormal davranışlar, özündən çıxmalar yarana bilər. Görürsünüz, bəzən uşaq avariya düşür, sonra onu o qədər yersiz və ifrat şəkildə məhəbbət göstərirlər ki, o ifrat məhəbbətin nəticəsində həmin uşaq nə baş verir? Həmin uşaq artıq xarakterini dəyişmiş olur. Əsasən də babalar və nənələr burada rol oynayırlar ki, yaxud analar rol oynayırlar ki, uşaq korlanmış olsun xüsusiyyəti. Anormal xüsusiyyətlərə sahib olmuş olsun. Bəzən uşaq daim xəstə yəm kimi özünü aparır. Və bu onun həm özündən çıxmasına, həm gücsüz hiss eləməsinə, yaxud halsız hiss eləməsinə də şərait yarada bilər. Bəzən uşaq sağaldıqdan sonra eyni ilgini, eyni marağı, eyni nəvazişi, eyni sevgini istəyə bilər. Baxın, uşaqlar əgər xəstəxanaya düşübsə, daha çox bunlarda bu baş verə bilər. Bəzən görürsünüz, uşağın yaşına görə barmaqlarını soğurmadı, öz xəstəliyini qəbul edə bilməmədi, qorxudur, narahatçılıqdır, ağlamaqdır, sözlə, yaxud fiziki olaraq hücum eləməkdir, aqressiyadır, yaxud pasiv aqressiyadır, küsmək kimi, yaxud qısqanclıqdır, paxıllıqdır, yaxud düşmənlik kimi bu xüsusiyyətlər yaranmasıdır, xəyal qırıqlığıdır, depressiyadır, sevgidən yoxsun hiss eləmək özünü, geriyə dönüş davranışları, danışacağıq bu haqda, yaranmasıdır, ətrafındakı insanlara və əşyalara qarşı hissiyatsız, reaksiyasız davranmaqdır, asılılıqdır, yapışıb anasının əlindən getmə, burada qalmalısın, ay bala, ayaq yoluna gedirəm, yox, ayaq yoluna da gedə bilməzsən. İştahının azalmasıdır, yuxularındakı düzənsizlik, nizamsızlıqdır, yuxularında da nizamsızlıq yarana bilər uşaqlarda bu vəziyyətdə. İştahının azalması dedik, yuxularında düzənsizliyin olmasını dedik, nəzmsizliyin olmasını dedik. Altına, üzr istəyirəm, batırmaq yaxud altına yüngül iş görməkdir, dırnaq yeməkdir, öz içinə dönüklülükdür, içinə qapanmadır, özünə qapanmalardır və s. kimi məsələləri biz uşaqda görə bilərik. Başqa bir məsələ burada, ögey atanın ya ananın gəlməsidir uşaqda. Biz uşaq psixologiyasından danışmırıq. Uşaqlığımızda ruhumuza təsir qoyan amillərdən danışırıq. Ögey ata-analar da bizim ruhi sağlamlığımıza təsir qoya bilir.
Uşaq öcək anasını və atasını qəbul etməyə bilər. Azərbaycanın qədim filmləri çox gözəldir. Qədim aktyorlar da çox gözəldir. Həm gözəl ədəbli insanlar olublar. Yəni ən azından öz sənətlərinə hörmətləri olan insanlar olub. Həm gözəl sənətkarlar olublar. Sənətkardırlar, hünər sahibləridirlər aktyorlar. Mən rəssamlardır, aktyorlardır, müğənnilərdir, düzgün müğənnilərdən danışıram amma mən üzr istəyirəm, şəhvətpərəstliyi yayan, çirkinliyi yayanlardan danışmıram. Mən Müslüm Maqomayevdən danışıram. Mən Üzeyir Hacıbayevdən danışıram. Mən Qara Qarayevdən danışıram. Mən başqa bilirsiniz, mən elə bir insanlardan danışıram, Maestro Niyazdan danışıram. Şəxsiyyətlərdən danışıram, bəstəkarlardan, öz sənədini düzgün ifa eləyən Bülbüldən danışıram mən, Səxavətdən danışıram. Sənətini düzgün ifadə eləyən şəxslərdən danışıram, ifa eləyən şəxslərdən danışıram və musiqi, bilirsiniz, Allahın nemətidir. Bir insanın musiqi zövqü yoxdursa, ilahi zövqü də yoxdur. Yadınızda saxlayın. İslam irfanında da, biz danışacağıq İslam irfanında, Doktor Qobuşev çox gözəl bir şey sözü var, deyir. Biri ki musiqini dərk eləmir, o Allahı dərk eləyə bilməz. Necə ki biri qadını, xanımı dərk eləmir, Allahı dərk eləyə bilməz. Qız övladını dərk eləmir, Allahı dərk eləyə bilməz. Biri gülü, çiçəyi, quşu dərk eləyə bilmirsə, Allahı dərk eləyə bilməz. Biri yağışı, buludu, təbiəti dərk eləyə bilmirsə, Allahı dərk eləyə bilməz. Çünki bunlar hamısı Allahın bizə bəxş elədiyi nemətlərdir və Allahın cilvələridir. Neysə, dərsimiz psixologiyadır, İslam irfanı deyil. Hər halda, nədən danışırıq? Sözüm buradaydı. Öcək ana filmi var idi. Mən ölərəm Azərbaycan keçmiş filmləri üçün çox gözəl filmlərdir. Baxıram da tez-tez və keçmiş musiqilərini dinləyirəm. Baxın, Öcək ana filmində bir ailənin problemi üzə çıxarılıb. Qabardılıb ortaya qoyulub, yaxud Qaynənə filmində çox dəqiq şəkildə bir millətin xüsusiyyətləri ortaya qoyulub. Məsələ budur, bir tərəfli qoyulub Öcək ana filmində, amma o birisi tərəfində göstərir. Heç düşünmürsünüz ki, niyə narahatdır orada qaynənə və ətrafdakı insanlar? Biçəndə canavar giribsə, insanlar qaraltıdan qorxarlar, deyir, ilan vuran alaçatıdan qorxar. Öcək ana timsalında çirkinlik eləyən insanlar var, mən görmüşəm öcək anaları. İndi də görürəm. Çox çirkin insanlar var. İnsan deməyə dilimin gəlmədiyi insanlar var, öcək analar var. Sözüm orada deyil, sözüm buradadır ki, baxın, bir şeydən qorxublar və bunun üçün ön mühakimələri var. Maraqlı budur, öcək ana filmindəki gələn ananın özünün rəftarları da doğru deyil. Yəni, yeni gələn öcək anan da düzgün rəftarlar eləmir. Anormal rəftarları ortaya qoyur. Müsbət xarakter kimi göstərilib, amma anormal rəftarlara sahib olan bir müsbət xarakterdir. Tərbiyə şəkli doğru deyil. Diqqət şəkli doğru deyil. Sevgisini düzgün ifadə eləyə bilmir, doğru ifadə eləyə bilmir. Sözüm hardadır? Sözüm buradadır. Öcək ana təsir qoyur, öcək ata təsir qoyur. Və bizim psixologiyamızda yaxşı olsalar belə təsir qoya bilirlər. Onun yoxluğu doldurması tam şəkildə qeyri-mümkündür. Amma məmnun edəcək qədər mümkündür. Rahatladacaq qədər mümkündür. Mən yaxşı öcəkmələrdə görmüşəm, amma yəni, mənə övladının psixoloji problemi olan bir ana var idi. Yəni, çox narahat idi, gecə gündüz maraqlanırdı, eləyirdi. Araşdırdım, mən bəzən araşdırdım. Orada tanışlarım çox idi, araşdırdım, dedim, tamam, tam şəkildə gözəl insandır və mənə maraqlı gəlirdi ki, bu öcək övladı üçün niyə bu qədər narahatdır? Özünün övladı olmurdu. Ərə gəlmişdi ki, övladın üzərinə uşaqlıqda böyütmüşdü, həqiqətən ana idi. Yəni, halal olsun, həqiqətən. Və narahat idi övladlar üçün. Əlhəmdülillah yönləndirdim. Mənlik deyildi, psixiyatrlıq idi. Artıq məşhur bir psixiatr var, ona yönləndirdim. Getdi, orada öz yaxşı oldu. Baxın,
Belə insanlar da var. Ya mən başqa öcək da tanıyıram, öcək atalar da tanıyıram ki, həqiqətən şərəfli insanlardılar, gözəl insanlardılar, ləyaqətli insanlardılar. Amma tam boşluğu doldura bilməz heç vaxt. Bu 90% gələr, 10% həmişə boş qalacaq. Bu təsirini qoyur. Amma məmnun eləməkdir bizə əsas. Burada o 10% məsələnin romantik halıdır. Məsələnin emosional halı 90% ki doldurulur. Amma bu təbii bir şeydir də. Boşandığı zaman atanın ya ananın başqası ilə evlənməyi çox gözəl bir şeydir və təbii bir şeydir də. Amma uşaq bunu qəbul eləməkdə bəzi çətinliklər yaşayır. Bunun üzərindən gəlməsi, bunu həzm eləməsi zaman ala bilər. Ümumiyyətlə, uşağın evləndiyimiz zaman, uşağın psixoloji sağlamlığını düşünməyimiz lazımdır. Təkcə maddi sağlamlığını deyil. Uşaq bundan əvvəl buna hazırlanmalıdır bir psixoloq tərəfindən. Çünki uşağın duyğuları qarmaqarışıq olacaq. Özünü günahlandıra bilər, tərk edilmiş duyğusu yaşaya bilər, güvən problemi, etibar problemi yaşaya bilər və öcək atanın ya ananın uşağı qəbul etdirilməsi, ya özünü qəbul etdirməsi, ya uşağın onu qəbullanması zaman ala bilər. Daha çox sayğı göstərmək duyğularına, qəbul etməməsinə, ona qarşı xoşgörülü davranmaq, onu anlamağa çalışmaq həm həqiqi öz valideyni tərəfindən, həm gələn öcək valideyn tərəfindən çox önəmlidir, anlamaqları lazımdır, uşağın anlaşılması lazımdır və öz sevgisini, sevildiyini və sevdiyini başqası ilə paylaşmaq uşağa çətin gələ bilər, atasını ya anasını başqası ilə paylaşmaq. Ümumiyyətlə, belə ailələr xoşbəxt olacaqlar, o öz yerində düzgün rəftar eləsələr və uşaq böyüdüyü zaman tam şəkildə o 10%-i də əldə eləyə biləcək və yerini doldura biləcək yaş getdikcə. Kiçik yaşlarından olanda daha yaxşı olur. Kiçik yaşlarından olanda daha təsirini qoyur. Elə bilirəm, dərsimiz bu günə qədər bəsdir. Buraya qədər bəsdir Allahın köməkliyi ilə. Qeyd edeyim ki, göz qapısı bağlayım.